Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in emma ba'd. Alemlerin Rabbine həmd olsun, müvəffəq elədi yenidən toplaşmağa və elhamdülillah biz Şərh Usulü Sünnə İmam Əhmədi davam edirik. İmam Əhmədin Usulü Sünnənin kitabıdır. Yəni şərh də Şeyx Rabiyə aiddir demişdik. Və biz deməli qısa bir müqəddimə elədik keçən görüşümüzdə. Və inşallah bu görüşdə birbaşa İmam Əhmədin, müəllifin Usulü Sünnəyə başladığı ilk sözləri oxuyacaq. Və deməli İmam Əhməd rahimehullahın Usulü Sünnə barədə verdiyi vəsfi rivayet eləyir İmam Əl-Lələkai rahimehullah. Və İmam Əl-Lələkai rahimehullah haqqında qısa olaraq keçən dərsimizdə müqəddimədə qısa olaraq bəzi faydalar demişdik ki, sünnənin müdafiəsində, sünnənin qorunmasında çox şiddətli olan alimlərdən biridir. Və İmam Lələkəyin özünün də dediyi ki, bir dənə kitabı var. Əhl-i Sünnənin etiqadının üsulları adlı bir kitabı var. Və inşallah Allah müvəffəq eləsin, bu kitabdan sonra İmam Lələkəyin də o kitabını Allah müvəffəq etsə oxuyacaq. Və İmam Lələkəyi rahimehullah deməli rivayət gətirir İmam Əhmədin Usulü Sünnə haqqında verdiyi vəsfə. Və rivayəti bütün ravilərin qeyd edərək gətirir, ta ki İmam Əhmədə kimi. Əvvəllər belə idi, ravilər tam olaraq sənəd qeyd olunardı. Deyir ki, Əxbərana Ali ibn Muhammed ibn Abdillah Əs-Sukri. Qalə həddəsənə Osman ibn Əhməd ibn Səmmək. Bir-bir bütün raviləri kimdən rivayət edib İmam Əhmədin bu sözünü, hamısını bir-bir qeyd edir. Qalə həddəsənə Əbu Muhammed Əl-Həsən ibn Abdülvəhhab ibn Əbil Anbər. قراءة عليه من كتابه في شهر ربيع الأول من سنة 93 و200. Fikir verin, hətta tarixinə kimi qeyd edir ki, filan tarixdə, filan 293-cü ildə deyir, kitabdan oxuyaraq bizə bunu rəvayət elədi. Tarixinə kimi bu cür rəvayət edirlər. Sonra davam edir, qalə həddəsənə Əbu Cəfər, Muhammed ibn Süleyman Əl-Mənqar Əl-Basri bitinnisin qalə həddəsəni Abdus ibn Malik Əl-Atari. İmam Əhməddən ilk olaraq rəvayəti yəni gətirən ravi son oxuduğumuzda Abdus ibn Malik Əl-Atar. O rəvayət edir, deyir, mən İmam Əhməddən belə eşitdim. Fikir verin, İmam Lələkəyi İmam Əhmədə kimi olan bütün zənciri necə qeyd edər. Əvvəllər bu cür idi, sənədlə deyilərdi bir şey. Fikir verin, Abdus ibn Malik Əl-Atar deyir ki, qalə səmi'tu Əbə Abdillah Əhməd ibn Muhammed ibn Həmbəl rahiməhullahu teala yəqul. Eşitdim ki, İmam Əhməd belə dedi. Fikir verin, İmam Əhmədin bir dənə sözü qeyd olunana kimi 5, 6, 7 ravilərin hamısının adı qeyd olunur. Bu cür idi. Və hədislər də bu cürdür. Hədislər də bu cür yazılır. Bu cür ravilər qeyd olunmaqla, sənədlə belə qəbul olunub. Və tarixlərə baxılıb, vəfat tarixlərinə baxılıb, filan kəsdən rəvayət edir. Ölüm tarixi, yaşam eyni vaxtda yaşayıblarmı, bir-biri ilə görüşmə ehtimalları olubmu, hansı rayonlarda yaşayıblar, hansı şəhərlərdə yaşayıblar. Onlar bir-biri ilə görüşə bilərlərmi ki, filan kəsdən rəvayət gətirsin. Hədislər bu cür qeyd olunub. Ona görə bugün kimsə gəlib deməsi ki, biz hədisləri götürmürük və s. və s. Quran bizə bəsdir, hədislər uydurula bilər və s. Heç kəs uydura bilməz. Onu qoruyan kişilər olub, elhamdülillah, qoruyub bizi satdırıblar. Onu heç kəs dəyişə bilməz. Narahat olma, sən bugün gəlib hədis uydursan özündən, qeyd eləsən, o tapılacaq sənədini qeyd edə bilməyəcəksən çünki. Ona görə də bu cür götürüblər rəvayətləri. Nə deyir? İmam Əhmədin sözünü qeyd edir. İmam Əhməd rahimehullah deyir ki, Usulü Sünnəti indənə. Keçən dəfə biz bu başlığı oxumuşduq, şərhi verməmişdik, oxumamışdıq. İmam Əhməd deyir ki, bizdə sünnənin üsulu budur. Ev tikəndə nə edirsən? Deyirsən ki, bu evin üsulu budur, qaydası budur. Birinci çertyojunu hazırlayırsan, sonra dirəklərini qoyursan, o dirəyin üzərində başlayırsan evi tikməyə. O dirəkləri birinci düzgün qoymasan, ev aşacaq. İmam Əhməd deyir ki, bizdə sünnənin üsulu budur. Sünnə bu şeylərin üzərində qurulur. Bu üsulların üzərində qurulur. Sən o vaxt bilinir ki, sən sünnə əhlisən yoxsa yox.
Sən sünnə üzərindəsən yoxsa yox. Və bununla bilinir. Bu üsulların üzərində olmağınla. İmam Əhməd deyir ki, bizdə sünnənin üsulu budur. Bizdə kimi qəsd edir? Bidət əhlini, hava əhlini, xurafat əhlini? Xeyr. Əhl-i sünnə vəl cəmaənin qəsd edir. Və bizim üsul, qaydalarımız bunlardır deyir. Ən birincisi Ət-təməssuku bimə kənə aleyhi əshabu Rasulillahi sallallahu aleyhi və səlləm vəl-iqtidəu bihim. Muhammed sallallahu aleyhi və səlləmin əshabı, sahabələrin nəyin üzərində olubsa, onun üzərində olmaq nədir? Sünnənin üsullarındandır. Vəl-iqtidəu bihim. Onlara tabi olmaq bizdə sünnənin üsullarındandır həmçinin. Və tərkul bidə. Və bidəti tərk eləmək. Və həmçinin bidəti tərk eləmək kimi, necə ki, gələcək şərtdə biz oxuyacaq, bidətin əhlini də tərk eləmək. Bidəti tərk eləmək həmçinin bizdə sünnənin üsullarındandır. Və kullə bid'atin fəhiyyə dalalə. Və üsul qaydadır ki, hər bidət zəlalətdir. Heç bir bidəti oradan istisna edə bilməzsən. Deyə bilmərsən ki, bid'ə həsənə var, gözəl bidətlər var. Gözəl bidətlər var. Qardaşlarım, burada bir kitabdan kənara çıxıb bir məsələyə toxunmaq istəyirəm. Çox mühümdür və çox əhəmiyyətli görürəm məsələn. O da fikir verin, deyir ki, və kullə bid'atin fəhiyyə dalalə. Çünki hədisdə gəlir, Muhammed sallallahu aleyhi ve sellem deyir buna. Kullə bid'atin dalalə. Xutbətul Hacədə, hər xutbədə eşidirsiniz bunu. O kəslər ki, o firqələr ki, bidət əhli ki, xurafat əhli ki, gətiriblər ki, bizdə bid'ə həsənə var, gözəl bidətlər var. Əhl-i sünnənin o kəslərə, yəni gözəl bidət gətirənlərə ən güclü gətirdikləri rədd nədir? Hədisdən gələn bu hissədir. Kullə bid'atin dalalə. Kullə sözüdür oradakı hədisdəki. Kullə, bütün bidətlər. O sözlə əhl-i sünnə, xurafat əhlinə, bidət əhlinə rədd gətirir ki, nədir? Gözəl bidət deyə bir şey yoxdur. Eyni ləfslə bir hədis var, onu xatırlatmaq istəyirəm. Deyir ki, Muhammed sallallahu aleyhi və səlləm kullu musavvirin finnar. Hər bir surət çəkən, şəkil çəkən oddadır. Kullu musavvirin finnar. Bəzi, xüsusən də son zamanlarda bəzi gənc məşəyixlərdən bəzi fətvalar var ki, deyirlər ki, fotoaparatla və telefonla çəkilən şəkillər bura aid deyil. Bəzi belə fətvalar var, tapmaq olar. Biz deyirik ki, hədisdə gəlir ki, kullu musavvirin finnar. Hər bir şəkil çəkən, surət yaradan. Necə ki, gözəl bidət gətirənlərə o hədislə, kullə bid'atin hədisi ilə rədd edirik ki, kullə bid'ə, hər bir bidət, vəssalam gözəl bidət yoxdur. Kullə musavvirinlə də rədd edirik o kəslərə ki, telefonla çəkmək icazəlidir və yaxud da fotoaparatla çəkmək icazəlidir. Hamısı haramdır. Şəkil çəkmək haramdır, qardaşım. Şəkili paylaşmaq haramdır. Şəkili telefonda saxlamaq haramdır. Şeyx Fovzandan soruşurlar. Deyir ki, nə görə çıxdıq kənara? Çünki ehtiyac var. Bugün ən böyük müsibətlərdəndir. Necə ki, alimlər deyirlər ki, musiqi və fotoaparat, şəkil çəkmək. İki bəladır ki, bugün ümməti ən çox saran bir şeydir. Mühasirəyə alan bir şeydir. Ona görə diqqətli olmaq lazımdır. Bütün, istər telefonla çək, nə ilə çəkirsən çək, haramdır. Şeyx Fovzandan soruşanda ki, hökmünü Şeyx Fovzan deyir haramdır. Deyir, ey şeyx, sualı verən deyir. Deyir, ey şeyx, əvvəldən çəkib xatirə üçün saxladıqlarım necə, onları saxlaya bilərəmmi? Deyir, sənə vacibdir ki, məndən eşitdikdən sonra bu fətvanı onların hamısını silərsən, pozasan. Və qardaşlarıma, ən birinci özümə, sonra da qardaşlarıma tövsiyəm odur ki, kimdə var, kim edir bu şeyi, Allahın izni ilə çəkinsin bunu. Çəkinsin. Şeyx deyir ki, kullə bid'atin dalalə və bu da usul qaydalardandır ki, hər bidət zəlalətdir. Bidətin yaxşısı yoxdur. Və sonra deyir ki, rahimehullah İmam Əhməd və tərkul xusumat vəl culusu ma'a ashabil ahva. Dində, dini məsələlərdə mübahisələri tərk eləmək əhl-i sünnənin üsullarındandır. Hava əhli ilə. Xeyr. Sayla qeyd eləmir ümumən. Birincisi, ət-təməssuku bimə kənə aleyhi əshab-ı Rasulillah sallallahu aleyhi ve sellem. Qardaş sayı soruşur. Bu birincisidir. Vəl-iqtidəu bihim. Bunu ikincisi kimi də yaza bilərsən, bunu birincisinin içərisinə də qata bilərsən. Sahabələrin yoluna yapışmaq, onlara tabi olmaq. Ayrı-ayrılıqda da yaza bilərsən iki kimi. Və tərkul bidə. Bu ayrıdır. Və kullə bid'atin fəhiyyə dalalə. Bu özü ayrıca bir üsuldur.
sayla yaza bilərsiniz. Və tərkul xusumət vəl-culusu mə əshabil əhva. Mübahisələri tərk etmək və hava əhli ilə oturub durmağı tərk etmək. Sayla yazmağa ehtiyac yox. Hava əhli ilə, bidət əhli ilə, xurafat əhli ilə oturub durmağı tərk eləmək. Sünnənin üsullarından. Kim ki bu üsula tabi deyil, hamı ilə durub oturur, hamı qardaş, xavariclə durub oturur, hizbi ilə, mümeyyi ilə, alimlərə dil uzadanlarla. Kim ki durub oturur, bu üsula müxalifdir, bunu bilsin. Və tərkul mira vəl-cidal vəl-xusumat fid-din. Və həmçinin yenə təkrar edir ki, dini məsələlərdə nədir? Düşmənçiliyi, mübahisələri tərk eləmək. Və Şeyx Rabi İbn Hadi Umeyr el-Mədxəli rahimehullah indi bu sözlərə şərh verəcək və biz bugün inşallah götürəcəyik bu sözlərin bir hissəsinin şərhini, hamısını yox. Deyir ki, əş-şərh. Şeyx Rabi deyir ki, huna saqal imam el-Lalakai isnadahu ila al-imam Ahmed rahimehullah və yeltaqi hada al-isnad ma'al isnad as-sani. Şeyx deyir ki, İmam Lalakai bu əsəri gətirməklə İmam Əhməddən bu rəvayəti isnadları ilə, raviləri ilə gətirməklə isbat eləyir ki, bu risalə, Usul-ü Sünnə risaləsi və həmçinin bu qövül nədir? İmam Əhmədə aiddir. Bunu isbat edir. Alimlər kitablar yazanda və yaxud da hansısa kitablara şərhlər yazanda ən birinci əhəmiyyət göstərilir, isbat eləsinlər ki, bu kitab filan imamındır. Filan alimin yazdığı kitabdır, onun kitabıdır. Və burada da ona diqqət çəkir, deyir ki, İmam Lalakai deyir sənədi qeyd etməyi və s. O mənadadır ki, isbat edir ki, bu İmam Əhmədə aiddir. Sonra burada bəzi məsələləri gətirir, deyir ki, həmçinin bu əsəri İmam Lalakai dediyimiz kimi öz kitabı var. Kitabın adını deyir Şərh Usul İ'tiqad Əhl-i Sünnə. Əhl-i Sünnənin etiqadının üsullarına şərh adlı kitabı var İmam Lalakai. Allahın müvəffəqiyyətini inşallah o kitabı da oxuyacaq. Və orada da deyir bu rəvayəti gətirib İmam Əhməddən sünnən üsullarını izah eləmək üçün öz kitabında da bu qövlü İmam Əhmədin sözlərini gətirib deyir. Hər bir halda sonra deyir ki, Şeyx Albani deyir başqa bir rəvayət sənədləri ilə daha gətirir və bu da onu göstərir ki, Şeyx Albaniyə, İmam Albaniyə rahimehullah'a görə bu rəvayətin üçüncü bir sənədi də var ki, bu kitab, bu risalə İmam Əhmədə aiddir. Yəni isbat eləmək üçün. Doğrusunu Allah bilir. Sonra deyir ki, nə deməkdir? Usul-ü sünnəti indənə ət-təməssuku bimə kənə aleyhi əshabu Rasulillah sallallahu aleyhi ve sellem. Ən birinci, bugün götürəcəyimiz məsələ də budur. Başda dedi ki, bizdə sünnənin üsulları odur ki, nədir? Muhammed sallallahu aleyhi və səlləmin sahabələri nəyin üzərində idisə, ondan yapışmaq. Nəyə görə? Çünki Muhammed sallallahu aleyhi ve sellem nəyə görə onlardan yapışmalıyıq? Niyə başqaları yox olar? Muhammed sallallahu aleyhi ve sellem bir hədisdə deyir ki, xayrun nəsi qarni. Ən xeyirli insanlardır mənim əsrimdə yaşayanlar. Və ona görə də ən xeyirlilərdən yapışmalısan. Və həmçinin hansı hədislərə görə İmam Əhməd bu sözünü deyib? İmam Əhməd qısa olaraq deyib risalədə sahabilərin yolundan yapışmaq. Amma nəyə görə yapışmalısan, onun gətirməyib dəlilləri geniş formada. Şeyx Rabi inşallah işarə edəcək ki, İmam Əhməd bu sözünə hansı hədislərə əsasən deyib gətirəcək. Deyir ki, Şeyx Rabi İbn Hadi Umeyr el-Mədxəli فَالَّذِي عَلَيْهِ أَصْحَابُ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم هُوَ الْمِقْيَاسِ لِلْمُحِقِّينَ الَّذِينَ يَتَمَسَّكُونَ بِهَذَا الْأَصْلِ. Muhammed sallallahu aleyhi ve sellemin sahabelərinin yolundan yapışmaq deyir ki, haqq əhli üçün miqyasdır, tərəzidir. Bununla ölçürlər kişinin sünnə üzərində olub olmaması, xeyir üzərində olub olmaması. Bu bir dənə tərəzidir. Bununla yoxlayırsan. Sahabələrin olduğu məsələlərin üzərindədir, filan kəs yoxsa yox. Bununla yoxlayırsan deyir. Və huvə mə kənə aleyhi Rasul sallallahu aleyhi ve sellem və sahabətuhul kiram. Və hansıdır? O miqyas, o tərəzi hansıdır? Baxırsan, Allah Rasulü və sahabələrin nəyin üzərində olub? Kim onun üzərindədirsə, haqq üzərində. Kim ondan başqa şeylərin üzərindədirsə, batıl üzərindədir. Belə qərar verirsən. Və mə kənə Rasulullah sallallahu aleyhi ve sellem və sahabətuhul kiram və xulafəuhur raşidun illə aləl hudə və rəşəd. Deyir ki, Allah Rasulunun sahabələri də
Xulafə-i Raşidin də yalnız hidayət üzərində olublar və doğru yol üzərində olublar. Nəyin üzərində olublar? Alə kitabillahi və alə sünnəti Rasulillahi sallallahu aleyhi və səlləm. Quran və Rasul Muhammed sallallahu aleyhi və səlləm sünnəsinin üzərində olublar, onun üzərində yaşayıblar. Fi aqaidihim. Hansı məsələlərdə, qardaşlar, fikir verin. Hansı məsələlərdə olublar? Fi aqaidihim, əqidə məsələlərində. Və ibadətihim, ibadətlərində. Və muamelətihim, və muamələlərində. Necə muamilə edirdilər? Bidət əhli ilə. Necə edirdilər xurafət əhli ilə? Muhammed sallallahu aleyhi ve sellem necə onlardan çəkindirir xavaricilərdən? Adlarını çəkib. Baxmayaraq ki, Muhammed sallallahu aleyhi ve sellemin zamanında onlar tam olaraq ortada görünmürdülər. Yox idilər belə. Və sonradan təbii ki, zuhur elədilər, çoxaldılar və s. Muhammed sallallahu aleyhi ve sellem öz zamanında artıq onlardan nədir? Çəkindirir, adlarını çəkərək. Necə müamilə edirdilər? O müamilələrdə də onlar kimi olmalısan. Və sairi şuunihim və bütün işlərində bu cür idilər. Quran və sünnədən yapışırdılar sahabələr. Ona görə də bizə də yaraşan nədir? O Quran və sünnədən yapışanlardan yapışmaq. Sonra deyir ki, فَأَحْمَدْ رحمه الله يشير إلى هذا الأصل العظيم وهذه القاعدة العريضة التي لا ينض عنها شيء من الإسلام وخاصة العقيدة. Və deyir ki, İmam Əhməd rahimehullah da işarə eləyib bu əzəmətli üsula və işarə eləyib geniş bir qaydaya. O qayda ki, o qayda İslamın bütün məsələlərini içərisinə alır. Heç bir məsələ ondan kənarda qalmır deyir. Xüsusən də əqidə məsələsi. O da nədir? Səni yönəldir ki, Allah Rasulunun sahabələri nəyin üzərində olubsa, ondan yapışmaq. Sən onlardan yapışanda zaten dinin bütün məsələlərində nədir? Haqdan yapışmış olursan. Sonra Rahimehullah'ın sözünü getirir. Deyir ki, feyekulu usulü sünneti indena et-temessuku bima kana aleyhi ashabi Rasulillah sallallahu aleyhi ve sellem. Tekrar edir İmam Ahmed'in sözünü ki, bizdə usulü sünnet odur ki, sahabeler, Allah Rasulunun sahabeleri nəyin üzərindəysə ondan yapışmaq. Deyir, xilafen li əhlil bidə. Bidət əhlinə müxalif olaraq. Bidət əhlində belə deyil. Onlarda üsul bu deyil. Onlar hamı ilə durub otururlar. Bidət əhlinə, zəlalət əhlində fərqi yoxdur. Qardaş olaq, bir olaq. Sən sahabeləri söyürsən, bizim yanımızda söymə. Qıraqda söyərsən, bir yerdə oturanda söysən, aramızda ixtilaf düşəcək. İxtilaf eləməyək. İxtilaf olan məsələləri aramızda zikr eləməyək. Qardaşlığımıza zərər gəlməsin. Sahabeləri qıraqda söyərsən. Sən hakimi təkfir edirsən, xurucu icazəli görürsən, qıraqda görərsən. Bizim məclisdə oturanda görmərsən. Burada demə o məsələləri. Qaldırma, çünki biz görmürük. Aramızda ixtilaf olmasına, qardaşlığımıza zərər gəlməsin. Elə deyil. Elə deyil. Əhl-i sünnədə nədir? Əsl o deyil. Bidəti və bidətin əhlini tərk edirsən. فَإِنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ Bidət əhli neynir? Öz havalarına, nəfsi istəklərinə tabi olurlar. وَيَعْتَمِدُونَ uquləhum fəsidə və fəsad olan ağıllarına etimad edirlər onlar. Öz fəsad olan ağıllarına etimad edirlər. Deyirlər ki, qardaşlıqdır, qorumaq lazımdır. Necə edəyək? Salamı yay deyir Allah Rasulü sallallahu əleyhi və səlləm hədisdə. Miskin. Hədisin birini götürüb, birini tərk edib. Allah Subhanahu qınayır belə kəslər. Kitabın bir hissəsinə iman gətirib, bir hissəsini tərk edirsən. Bir hissəsini götürüb, bir hissəsini tərk edirsən. Allah Subhanahu qınayıb belə edənlər. Tam götürməlisən. Şəriət nədir? Və nədir onu götürməlisən? İmam Məlik və ya İmam Şafinin sözüdür rahimehumullah. Deyir ki, o gün din olmayan bu gün də din deyil. Qardaşım, bax onlar nəyin üzərində olub? Tərk edərsən bidəti də, əhlini də. Çünki öz havalarına uyurlar. Və etimad edirlər fasid ağıllarına. Və yaxud da şeyx deyir ki, Şeyx Rabi İbn Hadi, böyük alimdir, əsrimizin cərh və tə'dil elmində bayrağı daşıyanıdır. Hansı ki, onun vaxtında böyük imamlar, Şeyx Albani kimi, İbn Baz kimi, İbn Useymin kimi alimlər ona qaydardılar bu məsələlərdə. Yazardılar, filan kəs kitab yazıb, onun kitabına baxmısanmı, nə deyirsən onun kitabı haqqında? İbn Useymin xəbər göndərərdi ki, əgər mənim yazdıqlarımda problem varsa mənə də rədd elə.
Subhanallah. Soruşanda Şeyx Albani'dən ki, və ya Şeyx İbn Hüseymindən soruşanda ki, Allah Resulü buyurur ki, 100 ildən bir Allah Subhanahu taala bir alim göndərər, o sünnəni dirçəldər. Öz əslində İbn Hüseymin kimi, Albani kimi, İbn Baz kimi alimlərin yaşadığı bir vaxt soruşurlar ki, ey şeyx, kimdir o? Hamısı deyərdi ki, biz elə zənn edirik ki, o Şeyx Rabidir. Təbii ki, bəzi alimlərdən soruşsam deyərdilər ki, Şeyx Albani. Amma Şeyx Rabini də zikr edənlər olub. Öz zamanında dağlar, böyük imamlar ola. Və fikir verin, nə deyir? Deyir ki, və həmçinin onlar bidət əhli yəz'umun ennəhum ya'temidun ala lughatil arabi aw ghayriha min al-qiyasat al-fasida. Deyir və yaxud da iddia eləyirlər ki, biz məsələləri, şəriəti qaytarırıq lüğa arabiyyəyə. Ərəb dilinə qaytarırıq. Ərəb dilini öyrənirik, özümüz başa düşürük. Subhanallah. Səndən də gözəl ərəb dilini bilənlər sahabelər idi. Əsl lüğanın, bəlağənin olduğu vaxtlar idi. Bəzən səhv başa düşürdülər ayəni. Sonra deyir ki, əmmə İmam Əhməd və mən sələfəhu minəs-səhabəti və-təbi'in və əimmətil İslam fəinnəd-dinən ləzi yətəməssəkun bihi huvə kitabullahi və sünnəti Rasulillahi sallallahu aleyhi və səlləm. Amma İmam Əhməd və kim ki ondan qabaq, salih sələflər, ondan qabaqkilər, tabiinlər olsun, sahabələr olsun və İslam alimləri olsun, İmam Əhmədə kimi və ondan sonra nə deyir? Fəinnəd-dinən ləzi, onların deyir, yapışdıqları din, götürdükləri din nə idi? Allah Subhanahu və Teala'nın kitabı, Rasul Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi idi. Və la siyyəmə min fi məcalil aqidə, xüsusən də əqidə məsələlərində. Fəhum la yaxrucuna an zəlikə inşaallah və fi zəlikəl huda el-müstəqim. Deyir ki, Allahın izni ilə onlar bu yoldan kənarda deyildilər və onlar doğru yolda və hidayətdə idilər. Ona görə də bizə yaraşan nədir? Onlardan yapışmaq. Sonra deyir ki, İmam Əhməd rahimehullah davam edir, dedi ki, "Vel-iktida'u bihim." Biz bunu da oxuyaq inşallah. Deyir ki, "Vel-iktida'u bihim." Amma bu sözə gəldikdə ki, sahabelərə tabe olmaq, birincisi, dedi ki, onlardan yapışmaq. İndi dedi ki, onlara tabe olmaq, yəni onların gətirdiklərinə, onların yoluna tabe olmaq. Və Şeyx Rabi İbn Hadi deyir ki, rahimehullah, "El-iktida'u bi ashabi Muhammedin sallallahu aleyhi və səlləm və humul qudvatu və humul usvə." O ki, qaldı deyir Muhammed sallallahu aleyhi və səlləm sahabələrinə tabe olmağa. Deyir ki, onlar bizim üçün çünki nümunədir, örnəkdirlər. Örnəkdirlər. Və yuşiru ilə el-hadis. İndi gətirir Şeyx Rabi, deyir ki, sahabelərə tabe olmaq, "Vel-iktida'u bihim." Onlardan yapışmaq və s. İmam Əhməd bu sözləri hansı hədislərə əsasən deyir? Şeyx Rabi gətirir o hədisləri. Deyir ki, birinci hədis, "Aleykum Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, "Aleykum bi sünneti və sünnetil xulefəir raşidin el-məhdiyyin." Sahabələrinə xitabən deyir ki, sizin üzərinizə vacibdir ki, fikir verin, vacibdir. Bundan başqası yoxdur. Haqqı istəyirsənsə bundan başqası yoxdur. Budur. Allah Resulü buyurur ki, sizin üzərinizə vacibdir ki, mənim sünnəmdən və raşidi xəlifələrimin, hidayət üzərində olan raşidi xəlifələrimin sünnəsindən yapışasınız. Sonra nə deyir hədisin davamında? "Addu aleyhən nəvaciz." Azı dişlərinizlə, arxa dişlərinizlə ondan möhkəm yapışın. "Və iyyakum və muhtəsatil umur." Sizi çəkindirirəm dində yeni çıxardılan işlərdən, bidətlərdən. Fikir verin. Allah Resulü bidətdən danışır. Dində yeni çıxardılan şeylərdən sizi çəkindirirəm. Bidətlərdən çəkindirir Muhammed sallallahu aleyhi və səlləm. Və kəzəlik hadisul firqatin naciyə hinəmə əxbərə Rasul sallallahu aleyhi və səlləm. Deyir ki, həmçinin nicat tapan firqə haqqında Muhammed sallallahu aleyhi və səlləm məlumat verir bizə. Deyir ki, hədihil ümmə, Allah Resulü buyurur ki, bu ümmət sətəftəriqu ilə 73 firqatin kulluha finnar illə vahidə. Bu ümmət 73 yerə bölünəcək, deyir Allah Resulü. Onlardan biri istisna qalan hamısı oddadır. La havlə və la quvvətə illə billah və la iyazu billah. Allaha sığınırıq. Deyir ki, Şeyx Rabi hədisi tam gətirir, deyir, qalu məhiyyə, mən hiyyə. Onlar kimlərdir? Yəni, o bir dənə firqə hansıdır? Fikir verin, haqqı axtardılar dərhal. Demədilər bizə say o batilləri və s. Haqqı tanısan, batili də tanıyırsan zaten. O haqqın içində olmayan batildən. Haqqı tanımaq əslində batili tanımağa köməkdir.
Dedilər, o kimlərdir? O bir firqə hansı ki, oddan xilas olacaqlar. Qalə Rasulullah sallallahu aleyhi ve sellem. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, Mə ənə aleyhi və əshabi. Mən və mənim əshabım, sahabələrim nəyin üzərindəyik? Onun üzərində olanlar, onlar da o bir dənə firqə, nicat tapanlar. Onlar da deyir. Allah subhanahu teala bizi onlardan eləsin. Thumma qalə əydən fi hadisin əxar. Sonra deyir, başqa hədis gətirir Şeyx Rabi. Deyir, başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Təraktukum aləl beydai. Mən sizi ağ bir yolda bıraxdım. Ağ. Necə? Leyluha kənəhərihə. Gecəsi gündüz kimi açıq aydın olan bir yolda bıraxdım sizi. La yaziğu anha illa halikun. O yoldan ancaq həlak olmuş bir kimsə azar. Allah Subhanahu taala bizi qorusun azmaqdan, həlak olmaqdan. O kəslər ki, gətirirlər, biz bilmirik. Hamı danışır. O tərəf deyir biz haqqı, onlar deyir biz haqqı, o firqə deyir biz haqqı. Mən bilmirəm haqq qardadır, necədir, tapa bilmirəm. Ona iki dənə nəsihət edirik. Birinci nəsihətim odur ki, ən birinci nəsihətim odur ki, Allahdan qorxuba bax. Allah Subhanahu taala buyurur ki, ya eyyuhellezine amenu. Ey iman gətirənlər, in təttəqullaha şərt qoyub. İn ədatı şərtdir. Baxa bilərsiniz ərcinə. Şərt qoyub Allah Subhanahu taala. Əgər Allahdan qorxsanız, yec'al lakum furqana. Allah sizə furqan verəcək. Bütün müfəssirlər bu ayə haqqında deyiblər ki, furqan, yəni haqla batilin arasını ayırt etmə bacarığı verəcək Allah Subhanahu taala. Sən ayırt eləyə bilmirsənsə, onda bax da təqvaya. Bax nəsə orada var. Orada bax nəsə bir problem var. Təqvanı da deyək, təqva nədir? Allah Subhanahu taala bütün əmrlərini gücün çatdığı yerinə yetirirsən, haram etdiyi hər bir şeydən çəkinirsən. Bax, o təqva. Bax indi özünə. İkinci nəsihət odur ki, diqqətli ol. Bu sözünlə Muhammed sallallahu aleyhi ve sellem'i ittiham edə bilərsən sən. Muhammed sallallahu aleyhi ve sellem deyir, gecəsi gündüz kimi açıq-aşkar bir yolun üzərində qoymuşam sizə, haqqın üzərində qoymuşam. Sən deyirsən, tapanmıram, qaranlıqdır, zülmət çöküb və s. Deməli, səndə nəsə var. O təqvanı qayıt düzəld, Allah Subhanahu taala vəd verib, o vədindən xilaf çıxan deyil. O vədindən xilaf çıxan deyil. Verəcək sənə o bacarığı, fərasəti verəcək sənə. Və sən ayıracaqsın Allahın iznilə haqla batilin arasında. Hədisləri gətirəndən sonra deyir ki, şeyx, sahabələr deyir ki, haqq üzərində idilər və onlardan həlak olanı Allahın izni ilə tapa bilməzsən, sən hamısı haqq üzərində idi. Amma deyir, sahabələrdən sonra fikir verin. وَزَاغَ بَعْدُ النَّاسِ بَعْدَهُمْ. Sahabələrdən sonra, əslində sonra deyəni, sonra nə deyir burada? Deyir ki, yəni fi axiri asr sahabi, yəni sahabələrin ən son vaxtlarında, yəni bir neçə sahabə qalmışdı artıq, ən son vaxtları idi sahabələrin. Və kəzəlikə fi alsati uhud tabi'in. Və həmçinin tabiinlərin orta vaxtlarında, böyüklərin vaxtında yox, orta vaxtlarında idi. Deyir ki, artıq yolunu azanlar çıxdı ortaya. Sonra intəşərat əl-bidə. Sonra bidət yayıldı. İnşallah bitiririk, yəqin vaxtımız çatacaq. Sonra intəşərat əl-bidə. Sonra deyir şeyx bidətlər yayıldı. Fəbədəət firqatul xavaric və rəvafida əl-qulat fi axiri xilafəti Ali radiyallahu anhu. Sonra deyir xavariclər çıxdı. Rafizlər çıxdı. Hansı ki, Ali ibn Əbi Talibin radiyallahu anhu, Allah ondan razı olsun, onun xilafətin ən son vaxtlarında idi. Artıq xavariclər, rafizlər nədir? Çoxaldılar və fəərsələ iləyhim Abdullah ibn Abbas liyunazirahum. Və deyir, Ali ibn Əbi Talib İbn Abbası göndərdi, deyir, onlarla münazirə. Xavariclərlə münazirə eləməyə. Fərəcəə kəthirun minhum bisəbəbi quvvəti hüccəci İbn Abbas radiyallahu anhuma. Və deyir, İbn Abbasın xavariclərə qaldırdığı o elmlə olan, o güclü hüccətdən, o qüvvətli hüccətdən xavariclərin deyir, çoxsu döndü. Əksəriyyəti olan içərisindən dönənlər oldu deyir. Sonra bə'də zəlikə səllə bə'dəhum əs-seyf aləl-muslimin fəqətələhum kəmə əmərə bizəlikə Rasulullah sallallahu aleyhi və səlləm. Sonra deyir, onlardan bəziləri qılınc çəkdilər müsəlmanlara, müsəlmanlarla döyüşmək istədilər və deyir, Əli ibn Əbi Talib də onlarla döyüşdü və onları öldürdü xavaricləri. Nəyə tabi olaraq? Muhammed sallallahu aleyhi ve sellem'in əmrinə tabi olaraq. Çünki demişdi ki, onları harda görsəz, o qədər münkər, xəbis firqədilər ki, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onları harda görsəz, öldürün. Təbii ki, bu yenə deyirik, rəhbərin işidir. Fikir verin, xavariclər var idi, amma onları heç bir sahabə gedib tində, orada, burada öldürmürdü, eləmirdi öz başınalığı. Dinimiz bu şeyi əmr eləmir.
Əli radiyallahu anh xəlifə idi, başçı idi, o topladı qoşunun, o deyəndə döyüş oldu. O deyəndə getdi döyüşdü onlarla. Və əcmə alə zəlikə, sonra deyir ki, sahabilərdən deyir, hamısı Əli ibn Abi Talib onlarla döyüşmək istəyəndə hamısı onunla nədir? İcma elədilər, razılaşdılar. Heç biri Əli ibn Abi Talibə müxalif olmadı. Demədilər ki, yox, düzgün deyil, onlar namaz falan, ibadət düzgün deyil. Nədir? Hamısı Əli ibn Əbi Talibə tabi oldular və ondan döyüşə çıxdılar. Və şeyx burada gözəl bir söz işlədir. Deyir ki, وَلَمْ يَنْتَطِحُ فِي ذَٰلِكَ قَرْنَ İki nəfərin bir-biri ilə bu məsələdə, bu fikirdə mübahisə etdiyini belə görməzdin, deyir sahabilərin arasında. Hamısı ittifaq elədilər ki, bəli, bu fikir haqdır, onlarla döyüşmək lazımdır, xavariclərlə. O qədər xəbis bir firqədirlər. Əş-şahid, yekin olaraq Şeyx Rabi deyir ki, əş-şahid olan nədir məsələdən? Ənəl iqtidaə bis sahabəti fihi ən-nəcə. Sahabilərdən yapışmaqda nicat tapmaq var, qurtuluş var, uğur var. Huva səfinətun nəcə. Və deyir, qurtuluşun gəmisidir, deyir o. Onlardan yapışmaq. Nuhun gəmisi kimi. Li'annahum şəhədu nuzulel vahiy. Çünki onlar vəhyin nazil olmağına şahid olmuşdular. Və tələqqav fiqhəl Qur'an və sünnət və tətbiqə zəlikə min Rasulillah sallallahu əleyhi və səlləm. Həmçinin Quran və sünnənin fiqhini, dərinliyini, elmini, fəhmini Allah Rəsulundan öyrənmişdilər, deyir. Subhanallah lazım. Sonra deyir ki, fəhum qudva, onlar bizim üçün nümunədir, örnəkdir. Və lihəzə yəqul aleyhissalatu vesselam. Ona görə deyir Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, əvvəlki hədisi gətirir burada. Ümmətim 73 yerə bölünəcək. Soruşdular ki, dedi ki 73 yerə bölünəcək. Hamısı odda, biri istisna. Dedilər, hansıdır o biri? Allah Resulü buyurdu ki, mə ana aleyhi və əshabi. Mən və sahabilərim nəyin üzərində isə onun üzərində yol tutub gedənlər, məhz onlar nicat tapanlardır. Allah Subhanahu bizi onlardan eləsin. Sonra başqa bir elçi gətirirdi ki, və yəqulu aleyhissalam Muhammed sallallahu əleyhi və səlləm deyir ki, "Aleykum bi sünnəti və sünnətil xulafa'ir raşidinəl məhdiyyin." Sizin üzərinizdə vacibdir ki, mənim və hidayət üzərində olan xulafai raşidinimin yolundan tutub gedəsiniz. Allah Subhanahu taala istəyirəm ki, eşidib faydalanmağa müvəffəq etsin. Danışdığımızda və dinlədiyimizdə Allah Subhanahu taala bizi ixlaslı etsin. Yəni, nə ixlaslıdır, o qalacaq. Allah Subhanahu bizi ixlaslı eləsin, bizə əcr yazsın. Bu məclisdən qalxanda Allah Subhanahu taala oradan qalxan hər kəsin günahını bağışladım dediyi qullarından eləsin bizi. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illə ent, estəğfiruka və etûbü ileyk.